Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugün yenə dərin bir mövzuya giririk. Qadın və kişi sevgili və evlilik münasibətlərində qarşı tərəflərdən biri, çox vaxt belə olur elə, digər tərəfə bir isti, bir soyuq davranır. Və burada əsas məsələ ondan ibarətdir ki, daha çox soyuq davranır, daha az isti davranır. Yəni bunlar bərabər deyil və yaxud da isti davranışı daha çox deyil. Buna bir isti və bir soyuq davranma deyilir. Bu nə anlama gəlir? Baxın, burada anlaşılması lazım olan bir önəmli məsələ var. Bir adam sizə bir isti, bir soyuq davranırsa, o 100% sizə aşıq deyil. Bəlkə çox istəyə bilər insan kimi, amma aşıq deyil. Və bunun altında yatan digər tərəflər var. Birinci səbəb, məsəl üçün, nədir? Qarşı tərəf sizlə münasibəti deyək ki, bir balaca istidir. Elə ki, siz o insana evlilik təklif edirsinizsə və yaxud da romantik yataq təklif edirsinizsə, bu adamda bu geriləmə yaradır. Çünki əslində sizi sevmir. Yəni, orqanizm özü bunu geri çevirir. Lakin bir müddətdən sonra nəyə görə isti davranır? Sizə yazığı gəlir ki, bəlkə mən düzgün hərəkət eləmədim. Ona qarşı haqsızlıq elədim. Bir ikinci variant. Qarşı tərəf sizi sevmir, isti davranır. Lakin bir müddətdən sonra geri çəkilir. Ona görə ki, siz ona yenə bu romantik təklifləri eləyirsiniz. Lakin nəyə görə qayıdır? Fikirləşir ki, bu ağıllıdır, savadlıdır, keyfiyyətlidir, böyük gələcək vəd eləyir. Mən bu fürsəti əldən verməyim doğru olmaz, bu axmaqlıq olar. Bu doğru insandır. Ona görə yenidən geri qayıdır, sizə qarşı isti münasibət bəsləyir. Bir deyək ki, üçüncü səbəb, məsələn, sizə aşıq deyil, lakin bir müddət sizə qarşı isti münasibət bəsləyir. Yenə romantik təkliflər edirsiniz, jestlər edirsiniz, geri çəkilir və soyuq davranmağa başlayır. Lakin bu variantda bir qədər başqadır. Düşünür ki, mənim yaşım keçir, artıq övladım olmalıdır. Bu xüsusilə qadınlara daha çox aiddir. Kişilərə də aid ola bilər. Yenidən qayıdır, sizə isti münasibət bəsləyir. Bir dördüncü variant. Bu daha çox çaşdırır insanları. Deyək ki, sizi sevmir, sizinlə isti münasibətdədir, yenə romantik təklif edirsiniz, geriyə doğru çəkilir, soyuq davranır. Amma hansısa bir anda, deyək ki, bir güclü bir xatirəsi sizlə canlanır ki, xoş vaxt keçirmişsiniz. Hansısa, deyək ki, müəyyən bir anı romantik yaşamısınız. Müəyyən bir sözlər ona toxunubdur. Birdən-birə dopamin hormonu fırlayır. Və geri qayıdır ki, sənin üçün darıxmışam, sənin üçün ölürəm, sənsiz yaşaya bilmərəm. Bir müddətdən sonra yenə eyni şeydir. Başa düşürsünüzmü? Bir növbəti adam sizlə münasibətdədir, isti davranır. Lakin ona romantik jestlər eləyirsiniz, qısqanırsınız, avtomatik nə edir? Geri çəkilir. Lakin qayıtmağında səbəb nədir? Bu narsistik səbəbdir. Mən qayıdım, ondan istifadə edeyim, istər onu psixoloji kontrolda saxlayım, ekonomik kontrolda saxlayım. Əgər mən çox varlıyamsa, mənim çox pulum varsa, dilənçi kimi onu möhtac edeyim özümdən. Əgər onun çox pulu varsa, bir yoldan ondan necə deyirlər, pul almağa çalışım. Bir sözlə, elə hər sferada, eyni zamanda psixoseksual sferada da eyni şeydir. Seksual istismar da bura aiddir. Yəni bunları eləyim, lakin romantikadan söhbət eləyəndə ki, sən məni sevirsən, belə şeylər eləyəndə, mən axı sevmirəm, ona görə neyinlə uzaqlaşıram. Başa düşürsünüzmü? Və bir qrupları, sonuncu qrupda, bu da çox önəmlidir. Bura iki kateqoriya aiddir. Borderline şəxsiyyət pozuntusu, bir də çəkingən şəxsiyyət pozuntusu. Borderline şəxsiyyət pozuntusunda insan, burada bəzi istisnalar var. Yəni, insan ola bilər ki, sizə aşıq olsun, lakin çox yaxınlıq olanda da qorxur ki, birdən necə deyirlər, sizi itirə bilər. Siz onu tərk edə bilərsiniz.
Siz onu tərk eləməyin deyə o sizi tərk eləyir. Bu biraz alt qrupdur. Bu yenə də dediyim şəkildə, yəni insan sizə aşiq deyilsə də bu hadisə ola bilər. Yəni burada aşiq olub olmaması önəmli deyil borderline məsələsində. Əsas məsələ tərk edilmək qorxusudur. Bəzən onlar tərk edilməsinlər deyə özləri tərk edirlər. Amma sonra yadına düşür ki, yox, əslində o dərəcədə də təhlükəli deyil. Mən onsuz darıxıram, münasibətsiz yaşamıram, təzədən bir də qayıdır. Müəyyən alt qrupu isə çəkingən şəxsiyyət pozuntusundan əziyyət çəkən insanlardır. Yəni onlar o qədər vaxtı ilə xəyanətə uğrayıblar, o qədər vaxtı ilə duyğularını bastırıblar ki, yaxın münasibəti istəyirlər, lakin yaxınlıq digəri verən kimi avtomatik qorxurlar ki, birdən zəif duruma düşərlər, birdən aldadılarlar, birdən necə deyirlər, istismar olunanlar. Yəni onlarda borderline-dakı kimi tərk edilmə qorxusu deyil. Sadəcə zəif duruma düşməkdən qorxurlar. Ona görə geri çəkilirlər. Sonra fikirləşirlər ki, bir müddətdən sonra axı bu münasibət mənə lazımdır axı. Yenidən qayıdırlar. Yəni mən bunları nəyə görə çəkdim adlarını? Yəni bu cür münasibət varsa, bir isti, bir soyuq, istənilən halda bu sağlam deyil. Və bunun şuuraltı mexanizmi də var. Baxın, insan zehni, daha doğrusu şuuraltı zehindən söhbət gedir. Çünki şuuraltı zehnimizin məntiqi tamamilə şuurlu zehnin məntiqindən başqadır. Şuuraltı zehin məntiqi açıqlamalarla hərəkət eləmir. Yəni, o təcrübə eləyərək öyrənir. Məsələn, deyək ki, bir narsist ərdir, öz həyat yoldaşı, yəni qadınla 100 dəfə pis davranır, yəni zorakılıq, yəni ekonomik, istər fiziki, istər seksual, elə hər anlamda. Lakin ayda deyək ki, bir dəfə və yaxud da 2 dəfə gül alır gəlir, aşırı romantik olur. Belə olanda zehində belə bir inanc formalaşır ki, demək ki, nədir? Sevgiyə layiq olmaq lazımdır. Demək ki, 100 dəfə əziyyət çəkəndən sonra axırda bu romantika baş tuturmuş. Əgər baş tutursa, deməli bu ömürlük də sanki davam eləyə bilər bir inancı gəlir. Yəni xırda-xırda ümidlər gəlir. İnsanı münasibətdə tutan məsələlər biz necədir? Mükafatın özü deyil, sevginin özü deyil, uğurun özü deyil. Mükafat gözləntisidir, sevgi gözləntisidir, uğur gözləntisidir. Hansı ki, ani baş verir, eyni zamanda təsadüfü baş verir və eyni zamanda irregulyar baş verir, qeyri-müntəzəm baş verir, insanın gözlənilmədiyi halda baş verir. Bu zaman çox güclü neyrokimyəvi, neyrobiyoloji bağlantı meydana gəlir. Bütün hormonlar, adrenalin, noradrenalin, dopamin, serotonin hamısı birlikdə sintez olunmağa başlayır. Yəni, deyək ki, 100 dəfə yaxşılıq görübsə, pislik görübsə, bir dəfə deyək ki, yaxşılıq görürsə, o 100-ü avtomatik unudulmağa başlayır. Və belə qüsurlu dövrandan çıxış da çətin olur. Və insan daimi, deyək ki, bu irregulyar, deyək ki, uğurlar, sevgilər, yaxşı davranmalar insanı davamlı olaraq ümid və pozitiv gözlənti vəziyyətində saxlayır. Yəni, bir də deyirəm, əgər bir uğur, sevgi və yaxşı davranış və yaxud da mükafat ani olarsa, təsadüfən olarsa, gözlənilməyən bir halda meydana gələrsə, bu insanı ümid və gözlənti halında saxlayır. Və insanlar bu münasibətlərdən çıxa bilmir. Və deyir ki, bu sevir də məni, sevməsə qayıtmaz axı mənə. Mənim bu mövzunu izah eləməkdə məqsədim odur ki, insanlar ən azından yəni hansı vəziyyətdə olduqlarını dərk eləsinlər. Düzdür, dərk eləmək hələ tam problemin həlli demək deyil. Bunun üçün psixoterapiya keçməlidir insan. Bunun üçün insan itkini qəbul eləməlidir. Bəzi şeylər var ki, onları insan qəbul eləməyə həzm eləmir. Yəni, sıxışdıra bilmir insan özünü onu qəbul eləsin. Amma ən azından bu vacib bir informasiya oldu sizin üçün. Diqqətinizə görə minnətdaram. Sağ olun.